Mən 10-cu sinifdə oxuyanda atam ölənə qədər deyirdi ki, mənim hakim qızım. Bir də gördüm, zəng elədilər ki, hazır ol, Heydər Əliyev sizi qəbul eləyəcək. Və mənə gedəndə dedi ki, get, yolun açıq olsun. Və bugünə qədər mən o yolla getmişəm. Cəbhəçilərin vaxtında icra başçısı qanunsuz müavinlərini işdən azad edib. Buydu, bir balaca boy malar işləyirdi, getirdilər icra başçısı təyin elədilər onu. 95 idi, lot bağçarın işini mənə verdilər. 15 nəfər tutulmuşlar Novxanın bağlarında. Fikirləşdim ki, bir dənə dımavuş atarlar, neynəyərlər, qaçırdarlar, qalar mənim boynumda. Məni görən kim dedi, hə də, bu Bakıda bir dənə kişi tapılmadı ki, mənim işimi arvada tapşırdılar. 2 ömürlük iş vermişəm. 27 yaşında cavan oğlan idi, 4 yaşında qız uşağını alladır, aparır evlərinə. Çağlayır, sonra da başını asfaltı dəfələrlə nə qədərsə vurur ki, mən sevmişəm, mən sevəcəm və cəzasını da çəkməyə hazıram. Sabah deməzlər, bu yaşda başını itirib ki, qanunsuz iddia ilə müraciət edir məhkəməyə. Prosesə girirsən, görürsən ki, vəkil kimi çıxış eləyir.